Salam, hər vaxtınız xeyir. Bugün informasiyanın ölçü vahidləri və qrafik və mətn informasiyanın həcminin tapılmasını izah edəcəm. Necə ki, məsəl üçün yolun uzunluğunu ölçmək üçün ölçü vahidlərindən istifadə edirik. Hər hansısa bir əşyanın kütləsini tapmaq üçün ölçü vahidlərindən istifadə edirik. Eləcə də informasiyanın da həcminin hesablanması üçün ölçü vahidlərindən istifadə edirik. İnformasiyanın ölçü vahidləri bitdən başlayır. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt və s. davam edir. Əgər bu sıralamanı bilsək, elə bil işin 50%-ni görmüş sayılırıq. Yada saxlayırıq ki, ən kiçik, bölünməz, elementar ölçü vahidi deyəndə bit nəzərdə tutulur. Ən kiçik, bölünməz, elementar ölçü vahidi bitdir. Beynəlxalq sistemdə əsas ölçü vahidi isə bayt götürülür. Deməli, əsas ölçü vahidi isə nədir? Baytdır. Misallarda testlərdə qabağımıza çıxacaq bir dənə B hərfi. O bu baytın qısaltmasıdır. Bit sözünü qısaltmırlar. Bit elə bit olaraq da yazırlar. Yəni tutaq ki, 7 B yazmaqları 7 bayt deməkdir. Yəni bu olaraq yazılan ölçü vahidi baytın qısaltmasıdır. Bu belə. Aha. Dedik ki, kiçikdən böyüyə doğru sıralama belədir. Ən kiçik bitdir. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Əslində hamımız internetdən istifadə edir, düzdür. İnternet paketi götürürük. Yoxlayırıq ki, nə qədər internet paketimiz qalıb. Orada nə ilə işləyirik? Neçə baytımız qalıb, neçə kilobaytımız qalıb, neçə megabaytımız qalıb və s. Yəni əslində bu sıralamanı biz gündəlik həyatında bilirik. Ki, məsələn, megabayt kilobaytdan böyükdür, gigabayt da megabaytdan böyükdür, eyni zamanda kilobaytdan böyükdür və s. Deməli, bu sıralamanı biləndən sonra nə bilməliyik? Yada saxlayırıq ki, kiçikdən böyüyə doğru bu sıralamanı bildik. 1 bayt 8 bitə bərabərdir. Mütləq 2-nin qüvvətlərini əzbərləyək, çünki 2-nin qüvvətləri bizə çox lazımdır bu bölmədə. 1 bayt 8 bitdir, 203 bit. Artıq baytdan etibarən, baytdan başlayaraq, yada saxlayırıq ki, yəni daha doğrusu kilobaytdan başlayaraq. Hər bir ölçü vahidi özündən əvvəl gələn ölçü vahidinin 2/10 mislə bərabərdir. 2/10, yəni 1024 mislə bərabərdir. Misal üçün, mən desəm ki, 1 kilobayt kilobaytın əvvəlinə gəlir bayt. Deməli, kilobayt 2/10 bayta bərabər. Dedik ki, hər bir ölçü vahidi özündən əvvəl gələn ölçü vahidinin 2/10 mislə bərabərdir. Məsələn, desək ki, gigabayt. 1 gigabayt nəyə bərabərdir? Gigabaytın əvvəlinə gəlirdi megabayt. Onda belə çıxır ki, 1 gigabayt 210 megabayta bərabərdir. Bundan sonra tənasübdür. Megabayt, indi 210 megabayt tapmaq istəyirəm. 1 megabayt nəyə bərabərdir? Megabaytdan əvvəlinə gəlirdi kilobayt. Deməli, 1 megabayt 210 kilobaytdır. Düzdür, avtomatik olaraq. Belə çıxır ki, 210 megabayt tapmaq üçün nə edəcəm? Tənasüb qurdum da, elə bil ki, 1 megabayt 210-dursa, 210 megabayt tapmaq üçün mən nə edərəm? 210 vur 210, eləcə 220. Onda deyirəm ki, 210 megabayt da 220 kilobayt deməkmiş. Kilobaytın əvvəl bayt gələrdi. Yəni 1 kilobayt 210 baytdır. Onda belə çıxır ki, mən 220 kilobayt tapmaq üçün 220-ni vururam 210-a da olur nə? 230 bayt. 1 bayt dedik ki, 8 bitdir, yəni 203 bitdir. Onda 230 bayt tapmaq üçün 230-u vuram 203-ə. Nə olur? 233 bit olur. Tənasüb. Sıralamanı bilirik. Kiçikdən böyüyə doğru. Bilirik ki, hər bir ölçü vahidi özündən əvvəl gələn 210 dəfə böyük olur. Digərlərini tapmaq üçün, məsəl üçün, mən bunu bildim. 1 gigabaytın 210 megabayt olduğunu. Bundan sonra gələn hamısı tənasübdür. Məsəl üçün, 1 megabayt neçə kilobaytsa, 210 tapmaq üçün 210 vururam həmin deməli dəyərə. 1 kilobaytın 210 bayt olduğunu bilirəm. 220 kilobayt tapmaq üçün 220-ni vururam 210-a. Belə. Yəni, bir işləfə yazılan sonra olsa əzbər yadda qalır. Oturub kör-körünü əzbərləmək lazım deyil. Deməli, bir də deyirəm, kiçikdən böyüyə doğru sıralamanı əzbərlədik, sıralamanı əzbər bildik ölçü vahidlərinin. Kilobaytdan başlayaraq hər bir ölçü vahidi özündən əvvəl gələn ölçü vahidinin 210 mislidir. Sən bilirsən ki, kilobaytdan əvvəl bayt gəlib, demək onda 1 kilobayt 210 bayta bərabərdir. Sən desəm ki, 230 tutaq ki, megabayt neçə kilobaytdır? Mən bilirəm ki, 1 megabayt 210 kilobaytdır. Onda 230 kilobayt, 230 megabayt, 230 vurulsun 210. O da olacaq nə? 240 kilobayt. Bəs bu neçə megabaytdır? Mən bilirəm ki, normalda 1 kilobayt 210 baytdır. 240 da onda 210-a vuranda olacaq nə? 250 bayt. 1 bayt normalda 8 bitdir. Onda 250 bayt nə olacaq?
Yəni 1 byte 8 bit 2 üstü 3 bit deməkdir. Onda 2 üstü 53 bit olacaq. Bu da belə. Məncə rahatdır. Sonra yadda saxlayırıq nəyi? Məsələn, deyək ki, deyirəm 1 metr neçə santimetrdir? 1 metr deməyim. Deyim 3 metr neçə santimetrdir? Mən bilirəm ki, 1 metr 100 santimetrdir, düzdür? Onda 3 metr 300 olacaq. Necə tapıram? Yəni metrdən santimetrə keçəndə 100-ə vurduq, düzdür? Desəm ki, 800 santimetr neçə metrdir? Dediyim kimi 1 metrin 100 santimetr olduğunu bilirik. Mən 800 santimetr metrə çevirmək üçün nə edirəm? 100-ə bölürəm, düzdür? Bu da olur nə? 8 metr. Deməli, biz böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçənə nədik? Vurduq, düzdür? Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə isə böldük. Bu, hər yerdə bütün ölçü vahidləri arasında çevirmələrdə hamısında eynidir. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə vuracağıq, kiçikdən böyüyə keçəndə böləcəyik. Məsələn, deyirəm ki, 8 megabayt neçə kilobaytdır? Mən bilirəm ki, 1 megabayt 210 kilobaytdır. Bunu artıq əzbərləmişik. 8 megabayt neçə kilobayt olduğunu tapmaq üçün nə edəcəm onda? 8-i vuracam 2 üstü 10-a. 8 özü nə deməkdir? 2 üstü 3. 2 üstü 3-ü də 2 üstü 10-a vuranda bilirik ki, qüvvətləri vuran, qüvvət üstü ifadələri vuranda əsaslar eynidirsə əgər, əsas olduğu kimi qalır, üstlər toplanır. Bu 2 üstü 3 vurulsun 2 üstü 10 deməkdir. Bu da 2 üstü 13 kilobayt deməkdir. Bəs desək ki, misal üçün, deyirəm 2 üstü 26 megabayt, yox, 2 üstü 26 bayt, neçə megabaytdır? Bunu megabayta keçirmək istəyirəm. Əgər mən bunu megabayta keçirmək istəyirəmsə, bayt kiçikdir megabaytdan, düzdür? Onda bu 226-nı bölməliyəm. 1 megabayt neçə bayt eləyir? 1 megabaytımız dedik ki, 210 kilobaytdır, 220 baytdır. Bunu bölməliyəm 220 bayta. Bunu çıxacaq, üstlər böləndə çıxılır. 206 nə? Megabayt deməkdir. Deməli, kiçik ölçü vahidində böyük ölçü vahidinə keçirəndə böldük. Nəyi necə bölməkdir, necə tapıram? Buradakı qayda ilə. Sonra, deməli, kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə bölürük. Böyükdən kiçik ölçü vahidinə keçəndə isə vururuq. Burada da var. Sonra, keçək kod sistemlərinə. Ümumiyyətlə, kod sistemləri hərf, rəqəm, boşluq, işarələr, simvollardır. Bu işarələri kompüterdə ikilik formada, ikilik kodlarla yazan əlifbalardır. Qaydalardır, standartlar toplusudur. Dediyim kimi, hərf, rəqəmlər, işarələr, bunların hamısını kompüterdə göstərmək üçün bizə kompüterin anlaya biləcəyi bir nə lazımdır? Əlifba lazımdır. Ancaq həmin əlifba ikilik, yəni sıfırlar və birlərlə ikilik say sistemində, ikilik kod sistemində qurulurlar. Kod sistemləri iki cür olur. Standart kod sistemləri və qeyri-standart kod sistemləri. Nədir standart kod sistemləri? Standart kod sistemləri ASCII və Unicode kod sistemidir ki, əsasən bunlardan istifadə olunur. Bunlar beynəlxalq səviyyədə qəbul olunmuş kod sistemləridir. Deməli, ASCII kod sisteminin, Unicode kod sisteminin fərqi nədir? ASCII kod sistemində biz maksimum 256 dənə müxtəlif kodu kodlaşdıra bilirik. Yəni, müxtəlif simvolu kodlaşdıra bilirik. Elə bir ki, bizə 256 dənə oyuq veriblər, boş yer veriblər. Deyir ki, bu 256 dənə yerə hansı simvolları istəyirsən kodlaşdır. Aydın məsələdir ki, görün nə qədər əlifba var dünyada. Hər əlifbanın özünə aid hərfləri var, simvolları var. Misal üçün, Misir hieroqlifləri ayrı, Çin əlifbası, Yapon əlifbası, bizim özümüzdə tutaq ki, əğı hərfləri, Rus əlifbası ayrı, ərəb əlifbası, yəni hər əlifbanın özünə xas simvolları var. Bundan başqa nə qədər işarələr var. Nə bilim, duruq işarələri, tam olaraq adını vermədiyimiz işarələr və s. Bunların hamısı axı 256 dənə eləmir, daha çox eləyir, düzdür? Yəni, əslində bütün əlifbaları və bütün işarələri kodlaşdırmaq üçün 256 dənə boş yer kifayət eləmir. Bu 256 ASCII kod sistemidir. Bu kifayət eləmədiyi üçün Unicode kod sistemini kəşf elədilər. Kəşf eləmək biraz şey çıxır, yaratdılar. Universal kod sistemi. Unicode-da isə düz 65.536 dənə müxtəlif simvolu kodlaşdırmaq mümkündür. Yəni, oraya yerləşdirmək mümkündür. Kompüteri tanıtmaq mümkündür.
Aydındır ki, artıq burada bizə lazım olan, ola biləcək bütün işarələr, əlifbalar və s. rahatlıqla yerləşir. 256 nə deməkdir? Hansı qüvvətidir? 208 deməkdir, düzdür? 65536 da 216 deməkdir. Deməli, ISQ kod sistemində bir simvol yaddaşda 8 bit yer tutur. Ümumiyyətlə, bu bölmədə yazdığımız bütün misallarda, məsələlərdə 2-nin üstünə olsa, həmişə onu bit kimi götürəcəyik. 8 bit və ya bu nə deməkdir? 1 byte deməkdir. Bayaq dedik ki, 1 byte 8 bitdir. ISQ kod sistemində bir dənə simvol, yəni bir dənə hərf, bir dənə boşluq, hansısa bir işarə nə edir? Yaddaşda 8 bit və yaxud da ki, 1 byte yer tutur. Bu səhv yazılıb. Niyə belə düşüb burada? 208, 256 simvoldur ISQ-də. Unicode-da isə bir dənə simvol, bir hərf, bir boşluq fərqi yoxdur. Yaddaşda 16 bit yer tutur. 16 bit, 16-nı 8-ə bölən neçə edir? 2 byte deməkdir. Düzdür? 2 byte yer tutur. Məsələn, mən yazsam ki, informatika sözünü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 hərfdir, düzdür? Mən bunu ISQ-da yazsam, 11 vurulsun 1 byte, tutaq gedək, 22 byte eləyəcək. 22 nəyə də estağfurullah, 11 vur 1, 11 byte eləyəcək. Və yaxud da ki, 11 vur 8, 88 bit eləyəcək. Mən bunu Unicode-da yazsam isə, deməli, 11 vuracaq 2-yə 22 byte eləyəcək. Və yaxud da ki, 11 vuracaq 16-ya və yaxud da ki, 22-ni vuracaq 8-ə neçə eləyəcək? Deməli, 16, 176 bit eləyəcək. Dedik ki, ISQ-da bir simvol 1 byte-dır və ya 8 bitdir. Yəni, mənə hər hansısa bir verilən mətn ISQ-da yazılıb deyirsə, sayıram simvolları, boşluq da həmişə sayılır. Əgər boşluq varsa, tutaq ki, söz birləşməsi ola bilər, cümlə ola bilər. Orada nöqtə varsa, nida, dırnaq işarəsi bulan hamısı sayılır. Sayıram, vururam 1 byte-a. Sonra bitə çevirmək lazımsa 8-ə vuracağım. Yox, Unicode-da yazılıb deyilirsə, onda onu vururam 2 byte-a. Yəni, lazım olarsa bitə çevirmək üçün 8-ə vuracağıq. Bu oldu standart kod sistemləri. ISQ-nin deməli müsbət cəhəti nə oldu? ISQ-nin müsbət cəhəti oldu ki, simvol yaddaşda az yer tutur. Unicode-un mənfi cəhəti oldu ki, daha çox yer tutur. Misal üçün, eyni sözdür, birində 11 byte yer tutursa, birində 22 byte yer tutur. Düzdür? ISQ-nin mənfi cəhəti nə oldu? ISQ-nin mənfi cəhəti oldu ki, orada cəmi 256 dənə müxtəlif simvolu kodlaşdırmaq olur. Yəni, orada müxtəlif simvolları yazmaq üçün yer yoxdur, azdır. Unicode-un isə müsbət cəhəti o oldu ki, daha çox, tam 65536 dənə müxtəlif simvolu kompüterə tanıtmaq olur, kodlaşdırmaq olur. Bu belə. İndi bəs nə idi qeyri-standart kod sistemləri? Qeyri-standart kod sistemi isə odur ki, məsələn, deyir ki, informatika sözü 32 simvolu əlifbada kodlaşıb. Və yaxud da nə bilim, deyir ki, 126 simvolu əlifbada kodlaşıb. Deyir ki, informatika sözü 75 simvolu əlifbada kodlaşıb. Necə sərgəli yazıram? Nədir bu 32 simvolu əlifba? Bunların hamısını biz 2-nin qüvvəti kimi göstərməliyik. Əgər filan simvol əlifbada kodlaşıb və s. deyirsə, biz həmin ədədi 2-nin qüvvətindən gətirməliyik. Yox, ədəd birbaşa 2-nin qüvvəti kimi alınmırsa, yəni ədəd birbaşa 2-nin qüvvəti deyilsə, onda həmin ədədə ən yaxın, amma həmin ədəddən ən böyük, yəni daha doğrusu həmin ədədə ən yaxın, amma ondan böyük olmaq şərtinin 2-nin qüvvətini götürürük. 32 2 üstü 5-dir. Yəni 5 bit. Belə çıxır ki, 32 simvolu əlifbada bir dənə simvolun həcmi 5 bitdir. Yəni informatika sözü 32 simvolu əlifbada yazılsa, mən hərfləri sayıb 5 bitə vuracağam. 11 vur 5 neçə eləyəcək? 55 bit eləyəcək yaddaşda. Sonra 126 simvol, 126 2-nin heç bir qüvvəti deyil, düzdürmü? Bəs 126-dan böyük olmaq şərtinə 126-ya ən yaxın 2-nin qüvvəti hansıdır? 128. 128 nə deməkdir? 2 üstü 7, yəni 7 bit.
Onda belə çıxır ki, informatika sözü məsələn üçün 126 simvol əlifbada kodlaşdırılmış olsaydı, yazılmış olsaydı, onda 11/7 77 bit yaddaşda yer tutardı. 75 simvol deyil. 75 simvollu əlifba deyirsə, 75 2-nin qüvvəti deyil, düzdür? İndi 75-dən böyük, amma 75-ə ən yaxın 2-nin qüvvəti nədir? Məsələn 64-ü deyə bilmərik. Niyə? Çünki 64 75-ə yaxındır, bəli, amma 75-dən kiçikdir. 75-ə ən yaxın 128-dir yenə. 128, yenə o da 7 bit deməkdir. Yenə burada da 75 simvollu əlifbada yazılan mətndə hər simvol yaddaşda 7 bit yer tutacaq. Deməli, standart oldu ki, ASCII və Unicode kod sistemlərindən söhbət gedir. Qeyri-standart isə, nə bilim, 32, 126, 75 simvollu əlifba falan, yəni konkret olmayan əlifbalar deyəndə nəzərdə tutulur. Bu da belə. İndi gələk mətn informasiyanın həcmi hesablanmasına. Çox rahatdır. Mətn informasiya həcmi hesablanması üçün nə edirik? Bizə veriləcək səhifələrin sayı, sətirlərin sayı, simvolların sayı, bir də kod sistemi. Tutaq gedəcək ASCII-də yazılıb, Unicode-da yazılıb və ya 32 simvol əlifbada yazılıb. Hamısını vuracaq bir-birinə. Məsələn, necə verə bilərlər bizə? Deyər ki, mətn 16 səhifədən ibarətdir. 16 səhifə. 120 hər səhifədə deyər ki, 128. Hər səhifədə 64 sətir var. Məsəl üçün. Hər sətirdə 128 simvol var. Və bu mətn 32 simvollu əlifbada kodlaşıb. Deməsin ASCII, deməsin Unicode, desin bu. Mətnin həcmini tapın. Səhifənin, daha doğrusu kitabın sənədinin həcmini tapın. Neyəcək həcmini tapmaq üçün? Mən Q yazıram. Q, S, həcm sözü fərqi yox, nə yazırsınız yazın. Bunların hamısını vuracaq bir-birinə. Vur olsun 128. Aha. Əgər 32 simvolu əlifba deyirsə, 32 simvolu əlifbada bir simvolun həcmi nə qədərdir? Bir simvolun həcmi 32 2 üstü 5 olduğu üçün 5 bitdir. Deməli, mən bunu vurmalıyım 5 bitə. Oturub 16-dan 64-ə, 128-ə vurmuruq. Hamısını 2-nin qüvvətinə gətiririk. Ki, hesablamaq bizim üçün rahat olsun. Çünki çox güman ki, axırda bizə kilobayta çevir, megabayta çevir, nəsə çevir deyəcək. 16 nədir? 2 üstü 4. 64 2 üstü 6. 128 2 üstü 7. Vur 5 bit. 2 üstü 17 vurulsun 5 bit. Tutaq ki, bizə desin ki, bunu çevir kilobayta. Biz bilirik ki, 1 kilobayt 213 bitdir. Bunu bölürük 213-ə. Üstlər çıxılır. 2 üstü 4 vurulsun 5 olur. Bu da 16 vur 5 olur. Bu da 80 kilobayt. Deməli, bu mətn 16 səhifə, 64 sətir, 128 simvoldan ibarət və 32 simbol əlifbada kodlaşdırılmış sənəd, tutaq ki, yaddaşda 80 kilobayt yer tuturmuş. Nə edirik? Səhifələri, sətirləri və simvolların sayını vururuq bir-birinə. Hansı kod sistemində verilibsə, həmin kod sistemində baxıram. 32 simvol əlifba deyibdir, 32 2 üstü 5-dir, 5 bit. ASCII desəydi 1 bayta vurardım və ya 8 bitə vurardım, fərqi yoxdur. Unicode desəydi 2 bayta vurardım, 128 simvol əlifba desəydi 7 bitə vurardım və s. Qalanışlar bu tənlik qurmaqdır. Bu bölmənin test izahlarını vermişəm. Kanalda var. İndi gələk qrafik informasiyanın həcmini hesablanmasına. Hardasa eyni bir şey eləyirik burada da. Burada da əlifba yerinə biz deyirik palitra, rəng palitrası. Deməli, qrafik informasiyanın həcmi hesablanmasına nədir söhbət? Bizə verilir ekranın eni ilə uzunluğundakı piksellərin sayı. Deyir ki, enində bu qədər piksel var, uzunluğunda bu qədər piksel var və filan palitrada və yaxud da ki, filan rəng sayında olan palitrada kodlaşdırılıb. Məsəl üçün, hansı palitralar var? RGB rəng palitrası var. RGB-də deməli, bir pikselin həcmi 24 bitdir. Deməli, RGB rəng palitrasında 224 dənə rəng var. Yaxşı, 24 bitdir RGB-də. 24 bit nə deməkdir? 3 bayt. Yəni, hesablayanda 24 bitə də vura bilərik və yaxud da ki, bayta çevirib 3 baytda deyə bilərik. CMYK. CMYK-da 32 bitdir. 232 dənə rəng var deməli. Deməli, bax, mən bu yazdığım palitradakı rənglərin sayıdır, maksimal sayı, rənglərin maksimal sayı, rəng şarlarının sayı, hər cür deyə bilərlər testdə. Rənglərin sayı, rənglərin maksimal sayı, bu 24, 32 təpəsindəki vara. Bu artıq deməli, əgər 224 dənə rəng varsa, yaxud da ki, RGB rəng modelində kodlaşdırılıbsa, yaradılıbsa həmin o qrafik informasiya, onda orada 24 bit yer tutur. Bu 24 bit bir pikselin həcmidir.
və yaxud da ki, rəng dərinliyi idi. Bir pikselin həcmi, rəng dərinliyi eyni anlayışlardır. Yaxşı, bir dənə məsələ yazaq özümüzdən. Deyir ki, nə desin bizə? Desin ki, tutaq ki, rəng çalarları birinci piksellərin sayını deyək. Tutaq ki, 512 vur 1024 ölçülü şəkildir. Yəni 512 vur 1024 dənə piksel var. Və bu kodlaşdırılıb CMYK-da. Həcmi tapaq. 512 200 9-dur, 1024 200 10-dur, düzdür. CMYK-da dedik ki, bir pikselin həcmi, yəni rəng dərinliyi 32 bitdir. Bu da vurulsun 32 bit. 32-nin də yerinə 205 yazıram. Bu da olur nə? 200 deməli 24 bit. Məsələn, bunu çevirə bilərik nə? Megabayta çevirə bilərik. Megabayta çevirmək üçün böləcəyik 223-ə. Bu olacaq nə? 2 qalır 2 megabayt. Deməli, bu qrafik informasiyanın ölçüsü, bu şəklin ölçüsü 2 megabaytdır. Yadaşa tutduğu yer 2 megabaytdır. Neylədim? Ekranın enində və uzunluğunda verilən piksellərin sayını 2-nin qüvvəti kimi yazdım. CMYK demişdi. CMYK rəng modelində mən bilirəm ki, 232 dənə rəng var, yəni 32 bitdi orada. Burada yenə səhv yazıb, yox, düz yazıb. 32 bitdi. Enində və uzunluqdakı piksellərin sayını vurdum rəng dərinliyinə. 32 bitə. Yenə 32-nin də 2-nin qüvvəti kimi yazdım ki, hesabım axasında olsun. Mən tapdığım cavab bitlə idi. Tutaq ki, axırda məndən megabaytdan sorursaydı da megabayta çevirdim. Kilobaytdan sorursaydı kilobayta keçirəcəkdim, 213-ə böləcəkdim. Bayaqki kimi burada da ola bilər ki, konkret deməsin Truecaller-da, deməsin təhlükəsiz paltrada, deməsin RGB-də, deməsin CMYK-da. Ola bilər desin ki, məsəl üçün 215 rəng çalarına malik paltrada. Yenə mən 215-i 2-nin qüvvəti formasına yazmalıyam. 215 hansı qüvvətə yaxında özündən böyük olmaq şərtindən? 256-ya düzdür. O da nə olacaq? 208. Onu deyərdik ki, burada 8 bitdir. Rəng dərinliyi 8 bitdir və yaxud da ki, bir pikselin həcmi 8 bitdir. Bu da oldu qrafik informasiyanın həcminin hesablanması. Çox çətin deyil. Deyərdim ki, çox çətin deyil. Burada məsələlər topluluqda, güvən topluluğunda, ümumiyyətlə, məsələlər daha çox riyazi məsələlərdir. Yəni, biz ölçü vahidlərini bildik. Ölçü vahidləri arasında çevirmələri bildik. Sonra ASCII-də nə qədər, Unicode-da nə qədər bildik, 2-nin qüvvətlərini bildik. Sonra qrafik informasiyanın həcmi hesablamasını bildik. Yəni paltraları bildik, RGB-də nəyə vurmalıyıq, CMYK deyəndə, high color, true color, təhlükəsiz paltra nədir? Bunların hamısını bilsək əgər, geridə qalır ancaq tənlik qurmaqla məsələ həlli. Çünki məsəl üçün bizə tutaq ki, piksellərin enindəki uzunluğu, enindəki sayını verəcək, uzunluğu verməyəcək. Rəng paltrasını verəcək, ümumi həcmi verəcək, deyəcək ki, məsəl üçün, bax, tutaq ki, belə deyirəm, deyəcək ki, enində 512 dənə piksel var, uzunluğunu bilmirəm, deyəcək ki, 128 rəng çalarına malik paltrada kodlaşdırılıb, ümumi həcmində tutaq ki, nə bilim, 32 kilobaytdır. Deyəcək, get bu B-ni tap. Neyəcəm? Bu 512-ni 209 kimi yazıram. 209 vurulsun B. 128 rəng çalarına malik isə deməli vurulsun 7 bit. Bərabər olub 32 kilobayta. Bərabərliyimiz sol tərəfə bitdi deyə bu 32 kilobaytda da mən çevirəm bitə. 1 kilobayt nədir? 213 bitdi. 205-i vururam 213-ə. Nə olacaq burada? Alınan bu cavabı bölməliyəm. 209 vur 7 bitə. Mən yazdım ki, konkret cavab çıxmadı da. Və deməli, uzunluğundakı piksellərin sayını tapırıq. Yəni, yerinə qoyub tənlik həll eləyəcəyik. Sonra, bir də burada artma, azalma, arxiləşmə söhbəti var. Əgər, məsəl üçün, informasiyanın 20% arxiləşib deyilirsə bizə, həmin o arxiləşmək söhbəti azaltmaq deməkdir. Məsələn, hər hansısa bir mən informasiyanın 20%-ni arxiləşdirmişəmsə, deməli, yerdə onun 80%-i qalıb. Fərqi yoxdur, ya verilən informasiyanın 20%-ni taparıq, ümumi informasiyadan çıxarıq, bu biraz uzadır. Ya da tutaq ki, elə birbaşa və əlimizdə olan informasiyanın yerdə qalanını, yəni 80%-ni taparıq. Yəni, harada arxiləşdirmək sözü görsək, bilək ki, orada azaltmaqdan gedir. 20% arxiləşdirmək, onun həcminin 20% azaldılması deməkdir. Bu da belə rahat bölmədir, çətin deyil. Yəni, biraz riyazi hesablama lazımdır, yaxşı tənlik həll eləmək lazımdır, eləyə bilmək lazımdır. Bir də burada çevirmələri yaxşı bilmək lazımdır. Bu qədər.
həm DİM test toplusundan, həm də ki güvən nəşriyyatının test toplusundan olan izahlar kanalda var. Allah ziyan açılığı versin, uğur olsun inşallah. Ümid edirəm ki, aydın oldu.